buyurur ki, İmam Hüseyin əleyhissalamı qətrə yetirdilər, onun ailəsini əsir götürdülər və qadınlarını ki, əsir götürdülər, qolları, başları açıq şəkildə miniyin, dəvələrin üstünə mindirdilər və Şama tərəf yola saldılar. Sual yaranır ki, bu hansı İslamdır? Məncə, alimlərə rəhmət olan Peyğəmbərimiz əmr eləyib və ha-baxsa da kimisə başını kəssinlər. Kimisə başını kəsibdir. Kimisə də hicabını, hansısa bir qadının hicabını və hicab namuslu deyirik, hansısa da qadının hicabını zorla başına çıxardıbmı? Sənin bu xəlifə dediyin, sənin bu sələf dediyin, İslam müvahid dediklərin ki, onlara axşama kimi deyəsən, radiyallahu anhu arda, Allah onlardan razı olsun. Bu şəxslər Əhl-i Beyt əleyhimussalamı qətrə yetirdilər. Əhl-i Beyt əleyhimussalamın namuslarına dil uzatdılar, onların hicablarını çıxartdılar. Və sən də bugün bunları əgər müdafiə eləyirsənsə,